Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan olan demək, üsbucaqlar bölməsindən 30-cu sualın izahına baxacağıq. Demək, belə bir məsələ verilib bizə. Bu məsələdə bizə deyir ki, ABC üsbucağının AB tərəf üzərində MN nöqtələri qeyd olunmuşdur. AM bərabərdir NC-yə. Baxalım, burada yəni AM bərabərdir NC. Bir dəqiqə. AM bərabərdir AC, bağışlayın, mən səhv dedim. AM bərabərdir AC-yə. Yəni, bu üsbucaq ACN üsbucağı bərabər yanlı üsbucaq olur. Tamam, onda biz bu bucağa, bax, burada gördüyümüz bu kiçik bucağa bir X desək, onda buradakı bucaq nə qədər olacaq? Bərabər yanlı üsbucaq olduğundan X plus 38 dərəcə olacaq. Və digər tərəfdən bizə deyir ki, BM bərabərdir BC-yə. BM, baxın, bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Deməli, burada BMC üçbucağı da bərabər yanlı üçbucaqdır. Onda biz bu hissəyə bir Y desək, bu bucaqda, yəni M bucağı da, CMB bucağı da Y plus 38 dərəcə olacaq. Və biz də bilirik ki, üçbucağın bucaqları cəmi, yəni MNC üçbucağında bucaqların cəmi 180 dərəcə olmalıdır. Yazırıq buradan X plus Y plus 38 plus 38 plus yenə 38 bərabərdir 180 dərəcə olmalıdır. Tamam, buradan X plus Y, deməli 38-i biz vursaq 3-ə, deməli 3-ə vuranda bu eləyəcək 24-90 eləyir 114 dərəcə bərabərdir 180 dərəcəyə və buradan da X plus Y cəmi bərabərdir. 180-dən də 114-ə çıxanda qalacaq burada 66 dərəcə. Yəni, o bizdən nəyi soruşurdu? Bucaq, deməli, ACB-ni soruşurdu. ACB bucağı da şəkildən göründüyü kimi X plus Y plus demək, nə idi? 38. Biz də buradan X plus Y cəminə tapmışıq 66-dır. Üstə gəl 38, bərabərdə olacaq 114, üzr istəyirəm, 104 dərəcə. Tamam, burası olacaq bunun 104 dərəcə. Cavab 104 dərəcə olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.